Şah İsmailin soyadı xətai deyil. Şah İsmailin soyadı babası Şeyx Səfiyyəddinin adından götürülüb Səfəvidir. Şah İsmail Səfəvi. Xətai isə şeiriyyatda, ədəbiyyatda təxəllüsdür. Şeir yazarkən təxəllüs götürüb, xətai təxəllüsün. Orta əsr ədiblərində, nəinki orta əsr, indinin özündə də ədiblər, şairlər, yazarlar, aşıqlar özlərinə təxəllüs götürərdi. Xəstə Qasım, Miskin Abdal, Tufeyli, Xətai, bu kimi adlar götürərdilər özlərinə. Şah İsmailin xətai təxəllüsün götürülməsi ilə bağlı bizim əlimizdə heç bir dəlil yoxdur. Müxtəlif variantlar var, müxtəlif versiyalar var. Bəziləri deyir ki, Hürrün məzarını açdırıb ona görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir ki, Xatay bölgəsindən olduğuna görə xətai təxəllüsünü götürüb. Bəziləri deyir ki, Xəttat olduğuna görə xətai təxəllüsünü götürüb. Yəni, bunlar hamısı ehtimaldır. Yəni, bizim əlimizdə dəlil yoxdur ki, orada yazsın ki, Şah İsmail, məsələn, Hürrün məzarını açdırdığına görə xətai təxəllüsünü götürüb. Və yaxud Şah İsmail Xəttat olduğuna görə xətai təxəllüsünü götürüb. Yəni, belə bir bizim əlimizdə dəlilimiz yoxdur. Şah İsmail Hürrün məzarını açdırıb 1508-ci ildə. 1508-ci ildə Hürrün məzarını açdırıb. Amma 1502-ci ildə Dəhnamə yazıb. Orada da xətai təxəllüsündən istifadə edib. Yəni, Hürrün məzarını açdırmazdan öncə xətai təxəllüsündən istifadə edib Şah İsmail.